Qaymarit necə yaranır və harda olur? Çox adam elə bilir ki, qaymarit başın içində olur. Hətta deyirlər ki, başımda qaymarit var. Amma əslində qaymarit beyində yox, burnun ətrafında yerləşən hava ciblərində yaranır. Üzümüzdə, burnun ətrafında, alın və yanaq hissəsində sinus deyilən boşluqlar var. Qaymarit daha çox yanaq nahiyəsində, burnun sağ və sol tərəfində, gözlərin altında yerləşən sinus cibləri ilə bağlı olur. Bəs necə yaranır? Çox vaxt soyuq dəymə və qripdən sonra burnun içi şişir, sinus yolu daralır. Normalda oradakı ifrazat axıb təmizlənməlidir. Amma yol tutulanda həmin ifrazat ciblərin içində qalır, qatılaşır və iltihab yaranır. Ona görə də insanın burnu tutulur. Gecələr nəfəs almaq çətinləşir, alın və burun ətrafında ağrı olur. Başda ağrı hissi olunur. Yəni başınız ağrıyır deyə problem mütləq başın içindədir demək doğru deyil. Çox vaxt ağrı burun ətrafı ciblərin dolmasından və təzyiq yaranmasından olur. Əgər sizdə də gecə burun tutulması, boğaz axıntısı, alın, burun ətrafında ağrı, səhər ağızda pis qoxu və halsızlıq varsa, bunu adi zökəm deyib yola verməyin. Əgər şikayətləriniz günü-gündən davam edirsə, təbii tərkibli sinisol majoran burun spreylərindən istifadə edə bilərsiniz. Bu spreyin ilk növbədə bildirim ki, əks təsiri yoxdur. Yəni aslılıq yaratmır. Tərkibi tam olaraq təbii bitkilərdən, antiseptik, antiviral və iltihab əleyhinə təsir göstərən majoran bitkisi, reyhan, propolis və dəniz duzundan hazırlanıb. Bu maddələr sinusit, qaymarit, soyuqdəymə və özəlliklə qrip zamanı burun cibləri dolubsa, nəfəs ala bilmirsinizsə, burun ətrafı və alın hissəsində olan çirkləri parçalayıb təmizləyir. Nəticədə burunda yığılmış çirk xaric olunur, burun açılır, baş ağrılarınız yoxa çıxır, halsızlıq və ağızdan qoxu gəlmə halları yoxa çıxır. İstifadə qaydası sadədir, gün ərzində 2-3 dəfə, hər burun dəliyinizə 1-2 dəfə spreyi püskürürsünüz. Serbiya istehsalıdır, keyfiyyətindən də əmin ola bilərsiniz, əksər apteklərdən əldə eləmək mümkündür. İzlədiyiniz üçün təşəkkürlər.